İndi isə dəyərli tamaşaçılar, istəyirəm xəbəri olmayan yoldaşlara dünən Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü ilə bağlı Xalq Cəbhəsi Milli Şura fəallarının Fəxri Xiyabanda ziyarətindən bir kadrı sizə nümayiş elətdirim. Sağ olsun Əbülfəz bəyin xidmətlərini unutmayan cəbhəçilər, qeyri-cəbhəçilər də ki, hər il onun doğum və ölüm günündə bu anım ziyarətini həyata keçirir. Ümid edirik ki, Azərbaycanda layiqli, demokratik, azad cəmiyyət qurulanda Əbülfəz Elçibəyin ziyarəti, onun xatırlanması bugünkü kimi bayağı İlham Əliyev, Heydər Əliyev tədbirləri yox, xalqın içindən gələn formada layiqli şəklində qeyd olunacaq. Televiziyalarda, radiolarda onun tariximizdə oynadığı rollar əksini tapacaq. Hələlik xudahafizləşirəm və dəvət edirəm bu gözəl kadrları birlikdə izləyək. Çox hörmətli dostlar, cəbhəçilər, Əbülfəz Elçibəy ideyalarının daşıyıcıları, bu günləri Əbülfəz bəyin 88-ci doğum günüdür və bu münasibətlə biz onun abidəsini ziyarətə gəlmişik. Əbülfəz Elçibəy 20-ci əsr Azərbaycan azadlıq hərəkatının, müstəqillik hərəkatının öndəridir, öncülüdür, ideya müəllifidir və əgər müstəqilliyə gedən yolumuz 20-ci əsrin ikinci 10 illiyində Rəsulzadənin öndərliyində həyata keçirilmişdirsə, onun bərpası 20-ci əsrin deməli 90-cı illərində Əbülfəz Elçibəyin rəhbərliyi ilə həyata keçirilir. Yəni söhbət yalnız bir tarixi təqvim hadisəsindən, günündən getmir. Əslində həmin günə ondan əvvəlki ən azı 2-10 illik ərzində hazırlıq edildi. Və o 2-10 illiyin ən faal, ən aktiv, ən ardıcıl mübarizlərindən biri Əbülfəz bəy. Bu proses 60-cı illərdən başlanmışdır. 60-cı illərdə bir milli kimliyə dönüş, bir milli kimliyə tapınma prosesi ki baş verdi və həmin bu milli kimlikdə ədəbiyyat, sənət, incəsənət müəyyən rol oynayırdısa, eyni zamanda Azərbaycan ziyalılarının bir hissəsi, Azərbaycan o devirdə vətənsevərlərinin bir hissəsi ona praktiki cəhətdən rəhbərlik edirdi. Onlardan biri və birincisi də Əbülfəz Elçibəydir. Çünki bu şeyləri deməyə mən biraz haqqım çatır, ona görə ki, mən o şeylərin, o hadisələrin, o proseslərin şahidi olmuşam. Və bu illəri 26-cı ildir Əbülfəz bəylə bizim tanışdığımızın nə az, nə çox 56 ili tamam olur ki, biz 1970-ci ilin payızında, yəni oktyabr, noyabr aylarında tanış olmuşduq və sonraki devirdə də çox sıx əlaqələrimiz olub. Mən bir şey xüsusilə qeyd etmək istəyirəm ki, deməli 80-ci illərin sonlarında
Azərbaycanda milli azadlıq, milli demokratik hərəkat başlayanda Əbülfəz bəy yalnız o hərəkata şəxsən rəhbərlik etmirdi. Eyni zamanda o hərəkatda iştirak edənlərin böyük bir hissəsi Əbülfəz bəyin yetirmələri. Əbülfəz bəyin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində xüsusilə deməli 1975-ci ildə həbsinə qədər onun ideya evindən, fikir evindən çıxan böyük əksəriyyəti həmin adamlar idi. Və Azərbaycanda dissident hərəkatı da məsələn Rusiyada, Baltik respublikalarında, Ukraynada bu daha çox insan hüquqları üzərində qurulmuşdursa, Azərbaycanda və deyək Zaqafqaziyada bu daha çox millətlərin haqları üzərində qurulmuşdur, milli haqlar üzərində qurulmuşdur. Ki o devrin biz hadisələrinə diqqət yetirəndə Sovet müstəmləkəçiliyi ilə bağlı, Sovetlərin bir xalqlar həbsxanası olması ilə bağlı, Sovetlərin avtoritar idarəçilik üsulunu yerlərdə tətbiq edilməsi ilə bağlı deməli bir şeylər var. Və o şeylər ki, uğrunda mübarizə aparılırdı, həmin işlərin böyük bir hissəsi o bir illik hakimiyyət devrində həyata keçirildi. Ən azından köhnə Sovet İttifaqı məkanında Azərbaycan Rus qoşunların öz ölkəsindən çıxaran birinci ölkə oldu. Nəinki Sovet İttifaqının hüquqlarında, hətta sosialist coğrafiyasını biz bütövlükdə getirsək, hələ Şərqi Almaniyada Sovet qoşunları qaldığı halda 1993-cü ilin may ayında xarici qoşunlar, yəni ünvanlı formada desək, Rusiya qoşunları Azərbaycandan çıxarıldı və bu Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hökumətin və hakimiyyətin çox böyük tarixi və qalıcı bir qələbəsi idi. Azərbaycan öz sərhədlərinin deyək, idarə edilməsini öz üzərinə götürdü və siz bilirsiniz ki, hətta bu yaxın vaxtlara qədər də Ermənistanın sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən deməli idarə edilirdi və yaxud digər Gürcüstan məsələn Sovet qoşunların səhv eləmirəmsə 2003-cü ildə öz ölkələrindən çıxartdı. Pul vahidinin, milli pul vahidinin kəsilməsi, sosial-iqtisadi həyatla bağlı qərarların verilməsi. Bu günləri mən paylaşmışdım. İndi cəmiyyətimizdə uşaq pulu ilə bağlı çox geniş müzakirələr gedir və bu müzakirələrin gedişində də müxtəlif fikirlər səsləndirilir. Əlbəttə, bunların böyük bir hissəsi sərsəm fikirlərdir. Heç bir ağlabatan bir izahı yoxdur. Biri deyir insanlar tənbəlləşər, o biri deyir büdcədə pul yoxdur. Üçüncü birisi deyir ki, Azərbaycanda deməli uşaq doğumuna görə bir problem yoxdur, ona görə uşaq pulunu da verməyə ehtiyac yoxdur və bu adamlar başa düşmürlər ki, uşaq pulu deməli əhali doğumuna görə onun az və yaxud çox olmasına görə deyil. 1960-61-ci ildə Azərbaycan uşaq doğumuna görə SSR-də birinci yerə çıxdı. Əhalinin bəlli bir 10.000 nəfərə düşən uşaq dünyaya gəlməsinə görə SSR-də birinci yerə çıxdı. Amma uşaq pulu verilirdi, yəni uşaq pulu heç bir zaman kəsilməyir və Əbülfəz Elçibəy də iyun ayının 7-sində ki, prezident seçkiləri oldu, sentyabr ayının 7-sində uşaq pulunun verilməsi
və müavinətlərin, uşaq pulu ilə bağlı olan müavinətlərin verilməsi haqqında sərəncam imzaladı və o sərəncama görə 16 yaşına çatmış, amma 16 yaşına çatandan 18 yaşına qədər də deməli, məsələn, təhsil müəssisələrində oxuyan uşaqlara həmin müavinətlər davam etdi və yeri gəlmişkən deyim ki, söhbət burada yalnız uşaq pulundan getmir. O fərmana əgər diqqət edirsəniz, orada siz görəcəksiniz ki, deməli, ildə bir dəfə hər uşağa sosial vəziyyətindən asılı olaraq 240 manatdan 400 manata qədər hər il bir dəfəlik yardım deməli nəzərdə tutulmuşdu, yəni fərmanda öz əksini tapmışdı. Bu da məktəb başlaması ərəfəsində uşaqların geyimlə, dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində deməli yardımcı xarakter daşıyan bir addım idi və eyni zamanda uşaqlara baxan, yenə də həmin fərmanda 3-cü istiqamət uşaqlara baxan analara 18 ay müddətində deməli ödənişli məzuniyyət verilməsi barədə idi və bu günləri çox təəssüflər olsun ki, deməli 2006-cı ildə devlətin uşaqlar qarşısında olan öhdəlikləri ləğv edildi. Adını da qoydular, güya Azərbaycanda yoxsulluq 5%-ə salınıb. Nə 6-cı ildə, nə 16-cı ildə, nə də 26-cı ildə Azərbaycanda yoxsulluq 5%-ə salınmıyor. Azərbaycanda faktiki olaraq rəqəm manipulyasiyası gedir. Rəqəmlər 5%-ə salınıb. İstər bu işsizliklə bağlı olsun, istər yoxsulluqla bağlı olsun və bunu bəhanə edərək yeri gəlmişkən neft pullarının böyük axınının başlandığı bir ildə, 2006-cı ildə bu uşaq pulu və uşaqlara verilən müavinətləri, yardımları dayandırdılar və bu günləri İlham Əliyevin uşaq pulları ləğv etməsinin artıq 20 ili tamam olur. 92-ci ildə bu fərman Əbülfəz bəy tərəfindən imzalananda devlətin xəzinəsi boş idi. Özündən əvvəlki hakimiyyətdən yeni hakimiyyətə yalnız 10 milyon dollar həcmində bir vəsait qalmışdı və təsəvvür edirsinizmi? Yeni müstəqillik qazanmış bir ölkə üçün 10 min dollar belə deyək də heç bir dərdə dərman olmayan bir vasitə idi. Müharibə gedirdi. Buna baxmayaraq hakimiyyət özündə güc tapdı. Çünki o siyasi iradə olanda qalanlar hamısı yardımcı vasitələr oldu. Bu günləri mən onu da qeyd etmək istəyirəm ki, biz bu ziyarətləri həmişə Əli bəylə birlikdə qeyd etmişik. Birinci, mən onu demək istəyirəm ki, Əbülfəz Elçibəyin ideyaların, irsinin, işinin ən ardıcıl, ən sədaqətli davamçısı Əli bəy Kərimlidir. Və bu cəbhə ideyasının bugünə qədər yaşaması, davam etməsi, dirəniş göstərməsi də bilavasitə cəbhəçilərin ideya üzərində köklənmiş iradələri ilə yanaşı, eyni zamanda Əli bəy Kərimlinin bu təşkilata rəhbərlik etməsi ilə bağlıdır. Və Əbülfəz bəyin vəfatından sonraki hadisələrin hamısı da yenə də mənim gözümün qabağında olubdur. Və bilirsiniz ki, cəbhənin adına xeyli iddiaçılar oldu. Amma bugünə gəlib çıxan Azərbaycan Xalq Cəbhəsi partiyasıdır. Əli bəy Kərimlinin rəhbərlik etdiyi partiyadır və bu günləri ölkənin birinci siyasi müxalif partiyasıdır.
Ona görə ki, cəbhə ideya əsasında qurulubdur. Cəbhə millətin istək və arzularının ifadəçisi kimi cəmiyyətdə tanınıbdır və Əli bəy Kərimli bu günləri bizim lap yaxınlığımızda yatır, bu arxadakı binada saxlanılır. Tamamilə saxta, heç bir hüquqi əsasa söykənməyən bir ittiham əsasında tutulubdur və bunun ki adını qoyurlar, nə bilim, dövlət çevrilişi. Vallah, bilmirəm, mən bir tarixçi kimi biraz tarixə baxanda deməli Azərbaycanın 20-ci əsrdə ən böyük müstəbid deməli diktatoru Mircəfər Bağırovun devrində 16 dəfə saxta dövlət çevrilişi ittihamı qeydə alınmışdı. Və ancaq deməli 2005-ci ildən bugünə qədər mən artıq sayını itirmişəm ki, Əli Kərimli neçə dəfə dövlət çevrilişi ittihamında olubdu. Bilirsiniz ki, 2005-ci ilin noyabrında, Ərəb baharı başlayanda 2011-ci ildə, sonra QHT-lərə və siyasi partiyalara qarşı kütləvi repressiyalar başlananda, Nardaran hadisələri ilə bağlı, sonra Gülənçiliklə bağlı, sonra Gözəl xanım və Əfqan Muxtarlı, sonra Salih Rüstəmli ilə bağlı, sonra deməli bu Covid deməli hadisələri başlayanda yenə də hədəf cəbhə oldu və bunların hamısının arxasında dövlətin rəsmi cəza orqanlarının rəhbərlərinin bəyanatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası və Əli Kərimli, sonuncusu deyəsən 20-ci ilin iyul ayında baş vermişdi də bu deməli Milli Məclisin, güya Milli Məclisin tutulması ilə bağlı və təəssüflər olsun ki, bunlar hamısı ssenarilərdir, saxta ittihamlardır, quraşdırılmış ittihamlardır və nəhayət həmin quraşdırılmış ittihamların ən gülməlisi ilə Əli Kərimli tutdular ki, və güya o Ramiz Mehdiyevlə birləşərək dövlət çevrilişi Rusiyanın dəstəyi ilə, hətta adını çəkməyə də ehtiyat edirlər, üçüncü ölkənin, yəni ehtimal olunan üçüncü ölkənin dəstəyi ilə, amma hamı bilir ki, Ramiz Mehdiyev Rusiyaya bağlı bir deməli Azərbaycan hakimiyyətinin uzun müddət siyasi rəhbərliyində önəmli yer tutanlardan biri oldu və belə bir şəraitdə Əli bəy Kərimli cəmiyyətdən təcrid edilir. Mən bu günləri sizin qarşınızda tam məsuliyyətlə bəyan edirəm ki, o dövlət çevrilişi zadı, o Ramiz Mehdiyevlə əlbirlik, işbirliyi, nə bilim, Rusiya ilə olan güya Rusiya ilə olan gizli əlaqələr zatlar, bunlar hamısı tamamilə mənasız söhbətlərdir. Bu məsələ binövrədən Əli Kərimlinin həbsi üzərində qurulmuşdur. Əli Kərimlini cəmiyyətdən təcrid etməklə bağlı uğraşdırılmış bir ssenaridir. Necə olur ki, bu dövlət çevrilişinin təşkilatçısı olan Ramiz Mehdiyev oturub villasında, hətta məhkəməyə belə gəlmir, ondan deməli onlayn formada məhkəmələr zatlar keçirilir. Amma Əli Kərimli salınmışdır, deməli bu Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına. İkinci bir tərəfdən Azərbaycanda, Azərbaycan hakimiyyətindən daha yaxın Rusiyanın müttəfiqi yoxdur. Çünki elə 2000 Ramizin həbsindən bir il əvvəl 2004-cü ilin oktyabrında Rusiya Təhlükəsizlik Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin ki, Azərbaycana səfəri var idi və əldə olunmuş razılıqları Rusiya Kəşfiyyat Xidməti öz saytında açıqladı və orada söhbət nədən gedirdi? Qərbə qarşı bir mübarizə aparmaq və eyni zamanda terrorçu təşkilatlara sistemdən kənar müxalifətə, yəni ki, Əliyevin cızdığı konfigurasiyaya daxil olmayan müxalifətə qarşı birgə
mübarizədən söhbət gedirdi və bu bir il ərzində nə baş verdi ki, bütün şeylər belə dəyişdi. Bilirsən, bu günləri Əbülfəz Elçibəy Azərbaycan ictimai fikrində çox nadir siyasi liderlərdən biridir ki, adamlar öz könlünün hökmü ilə, öz vicdanının hökmü ilə onun abidəsinin ziyarətinə gəlirlər. Bu, milli yaddaş hadisəsidir və o milli yaddaşda qoyulan izin hadisəsidir ki, insanlar xüsusi bir təşkilatçı olmadan, xüsusi bir çağırış olmadan, öz qəlbinin hökmü ilə gəlirlər, bu abidəni, bu məzarı ziyarət edirlər. Və bu, Əbülfəz Elçibəyin Azərbaycan ictimai fikrində hələ bu gündə davam edən böyük tarixi missiyası ilə bağlıdır və bu missiyanın davamçılarından biri də Əli bəy Kərimlidir ki, yəqin ki, bu missiyanı, bu saxta ittihamlar aradan götürüləcək və Əli Kərimli də azadlığa çıxacaq və biz yenə də onunla birlikdə bu abidənin önünə gələcəyik və bu ziyarəti edəcəyik. Sağ olun.